Bugün ulduzlar hər bürc üçün fərqli mesajlar gətirir. Bəziləri üçün yeni başlanğıclar, bəziləri üçün isə vacib qərarlar ön plana çıxacaq. Münasibətlərdə səmimiyyət, iş həyatında isə diqqət və səbir əsas rol oynayacaq. Gün ərzində qarşınıza çıxacaq fürsətləri düzgün dəyərləndirmək üçün intuisiyanıza güvənin. İndi isə gəlin bürcləri birlikdə izləyək. Qoç bürcü. Bugün Qoç bürcü altında doğulan insanlar üçün diqqət, səbir və düzgün zamanlama əsas rol oynayacaq. Günün başlanğıcı bir qədər qarışıq və gərgin keçə bilər. Adətən asanlıqla həll etdiyiniz məsələlərdə belə gözlənilməz çətinliklər ortaya çıxa bilər. Kiçik anlaşılmazlıqlar, texniki problemlər və ya diqqətsizlikdən yaranan səhvlər əhvalınızı poza bilər. Amma ulduzlar göstərir ki, bu vəziyyət uzun sürməyəcək. Əsas məsələ səhər saatlarında tələsməmək və emosional qərarlardan uzaq durmaqdır. Səhər saatlarında hər addımınızı daha diqqətlə planlamağınız vacib olacaq. Çünki bu vaxt ən böyük risk məhz tələskənlikdir. Özünüzə həddindən artıq güvənərək detalları gözdən qaçıra bilərsiniz. Halbuki bugün ən kiçik bir diqqətsizlik belə sonradan əlavə problem yarada bilər. Buna görə də sənədlərlə, maliyyə məsələləri ilə və vacib yazışmalarla məşğul olarkən maksimum diqqətli davranmaq lazımdır. Əgər mühüm mesaj göndərməli, məktub yazmalı və ya hansısa sənədə imza atmalı olsanız, hər şeyi bir neçə dəfə yoxlamaq tövsiyə olunur. Ulduzlar göstərir ki, unudulan kiçik detal və ya səhv yazılmış məlumat sonradan sizi çətin vəziyyətdə qoya bilər. Amma siz sakit və diqqətli davransanız, bütün bu problemlərin qarşısını asanlıqla ala bilərsiniz. Bugün sadə görünən ehtiyat tədbirləri gələcəkdə sizi böyük narahatlıqdan qoruyacaq. Səhər saatlarında emosional gərginlik də mümkündür. Bəzi insanlar sizi tələsdirməyə və ya qərar verməyə məcbur etməyə çalışa bilərlər. Amma unutmayın ki, hazırda sürət deyil, düzgün düşünmək daha vacibdir. Tələskən qərarlar sonradan peşmanlıq yarada bilər. Əgər bir məsələ sizə tam aydın deyilsə, əlavə vaxt istəyin və hər şeyi dəqiqləşdirin. Bununla yanaşı, günün ikinci yarısından etibarən vəziyyət tamamilə dəyişməyə başlayacaq. Səhər hiss etdiyiniz qarışıqlıq və yorğunluq yerini enerji və motivasiyaya verəcək. Özünüzdə böyük güc və inam artımı hiss edəcəksiniz. Elə bil daxildə sizi irəli aparan yeni bir enerji yaranacaq. Bu isə həm iş həyatında, həm də şəxsi münasibətlərdə sizə üstünlük qazandıracaq. Günün ikinci yarısı xüsusilə aktiv və məhsuldar keçə bilər. Uzun müddətdir təxirə saldığınız işlərə başlamaq, yeni layihələrə girişmək və təşəbbüs göstərmək üçün çox uyğun zamandır. Əgər son vaxtlar qərarsızlıq içində idinizsə, artıq hansı istiqamətdə hərəkət etməli olduğunuzu daha aydın anlayacaqsınız. İş və karyera sahəsində günün ikinci hissəsi sizin üçün olduqca uğurlu görünür. Rəhbərlik və ya ətrafınızdakı insanlar sizin qətiyyətinizi və məsuliyyət hissinizi daha çox fərq edə bilərlər. Bugün özünüzü göstərmək üçün fürsətlər yarana bilər. Əgər təşəbbüskar davransanız, gələcəkdə sizə fayda gətirəcək mühüm addımlar ata bilərsiniz. Qoç bürcü təbiətcə lider ruhlu və enerjili bürcdür. Bu xüsusiyyətiniz günün ikinci yarısında daha güclü hiss olunacaq. İnsanlar sizin qərarlı davranışınızı görəcək və sizə daha çox güvənəcəklər. Xüsusilə məsuliyyət tələb edən işlərdə uğur qazanmaq şansınız yüksəkdir. Maddi məsələlərdə isə səhər saatlarında ehtiyatlı olmaq vacibdir. Böyük alış-veriş, riskli yatırım və ya emosional xərclər üçün uyğun zaman deyil. Amma günün ikinci yarısında maliyyə mövzularını daha sakit və ağıllı şəkildə analiz edə bilərsiniz. Yeni qazanc imkanları barədə düşünmək və gələcək planları qurmaq üçün münasib vaxt olacaq. Şəxsi münasibətlərdə isə gün ərzində emosional dəyişikliklər yaşana bilər. Səhər saatlarında yaxın insanlarla kiçik anlaşılmazlıqlar mümkündür. Xüsusilə yanlış anlaşılma və tələsik deyilən sözlər münasibətlərdə gərginlik yarada bilər. Buna görə də emosiyalarınızı idarə etmək və hər şeyi sakit şəkildə izah etmək vacibdir. Buğa bürcü. Bugün Buğa bürcü altında doğulan insanlar üçün reallıq hissi, diqqətli qərarlar və səbir əsas rol oynayacaq. Gün sizə vacib bir dərs verə bilər, hər parlayan şey qızıl deyil və hər gözəl görünən fürsət həqiqətən faydalı olmaya bilər. Buna görə də bugün emosiyalarla deyil, məntiqlə hərəkət etmək xüsusilə vacibdir.
Əgər hadisələrə realist yanaşsanız və tələsmədən qərar versəniz, sizi narahat edə biləcək bir çox problemdən uzaq qala bilərsiniz. Səhər saatlarından etibarən özünüzü bir qədər düşüncəli və ehtiyatlı hiss edə bilərsiniz. Sanki daxilinizdə bir hiss sizə hər şeyə dərhal inanmaq mesajı verir. Bu intuisiya təsadüfi deyil. Çünki gün ərzində bəzi insanlar və ya vəziyyətlər ilk baxışdan çox cazibədar görünə bilər, amma sonradan riskli tərəfləri ortaya çıxa bilər. Buna görə də xüsusilə yeni təkliflərə və tanışlıqlara qarşı diqqətli olmaq lazımdır. Bugün imkanlarınızı düzgün qiymətləndirmək əsas şərtdir. Özünüzü həddindən artıq yükləmək və eyni anda bir neçə çətin işi həll etməyə çalışmaq sizi yorub diqqətinizi dağıda bilər. Adətən güclü və dözümlü olsanız da bugün enerjinizi düzgün bölüşdürmək vacibdir. Əks halda günün ortasına doğru həm fiziki, həm də emosional yorğunluq hiss edə bilərsiniz. Ulduzlar sizə məsləhət görür ki, konkret və real məqsədlərə fokuslanın. Çox uzaq planlar və qeyri-müəyyən ideyalar bugün sizə fayda verməyəcək. Əksinə, qarşınızda duran real tapşırıqları sakit şəkildə yerinə yetirmək daha uğurlu nəticə gətirəcək. Kiçik, amma dəqiq addımlar atmaq uzun müddətli perspektivdə sizə daha böyük qazanc verəcək. Yeni tanışlıqlar və təkliflərlə bağlı isə ehtiyatlı olmaq vacibdir. Gün ərzində sizə çox sərfəli və maraqlı görünən bir fikir və ya əməkdaşlıq təklif oluna bilər. Amma ulduzlar göstərir ki, burada hər şey göründüyü qədər sadə deyil. Kimsə sizi riskli və ya qeyri-müəyyən vəziyyətə cəlb etməyə çalışa bilər. Buna görə də hər detalı yoxlamadan və tam əmin olmadan razılıq vermək düzgün olmazdı. Ən maraqlısı isə odur ki, bugün hətta əvvəllər sizi məyus etməmiş insanların sözlərinə belə kör-körənə inanmaq tövsiyə edilmir. Bu, həmin insanların pis niyyətli olduğu anlamına gəlmir. Sadəcə hazırda vəziyyət elədir ki, bəzi insanlar özləri də bilmədən sizə yanlış istiqamət göstərə bilərlər. Buna görə də ən vacib qərarlarda ilk növbədə öz məntiqinizə və təcrübənizə güvənin. İş və karyera sahəsində gün bir qədər qarışıq keçə bilər. Xırda anlaşılmazlıqlar, gecikmələr və planlaşdırılmamış dəyişikliklər əhvalınızı poza bilər. Bəzi işlər gözlədiyiniz sürətlə irəliləməyəcək və sizə elə gələcək ki, nə qədər çalışırsınızsa da nəticə gecikir. Amma burada ən vacib məsələ özünüzü günahlandırmamaqdır. Çünki yaranan problemlərin çoxu sizin nəzarətinizdən kənarda olacaq. Başqalarının səhvləri, məsuliyyətsiz davranışı və ya gecikməsi sizin işinizə də təsir edə bilər. Bu isə sizi əsəbləşdirə bilər, çünki siz adətən işə ciddi yanaşan və hər şeyi vaxtında etməyə çalışan insanlardansınız. Amma bugün başqalarının səhvlərinə görə emosional reaksiya vermək vəziyyəti düzəltməyəcək. Əkizlər bürcü. Bugün əkizlər bürcü altında doğulan insanlar üçün enerjili, məhsuldar və uğurlu günlərdən biri olacaq. Günün ilk saatlarından etibarən özünüzdə qəribə bir hərəkət enerjisi və motivasiya hiss edəcəksiniz. Adətən belə günlərdə insan nə qədər çox iş görsə də yorulmur və siz də məhz bu əhvalda olacaqsınız. Hiss edəcəksiniz ki, beyniniz sürətlə işləyir, qərarlar daha tez verilir və ən mürəkkəb görünən məsələlər belə birdən-birə həll yolunu tapır. Bugün sizin ən güclü tərəfiniz çeviklik və ünsiyyət bacarığınız olacaq. İnsanlarla dil tapmaq, onları inandırmaq və müxtəlif situasiyalarda uyğun davranmaq sizə son dərəcə asan gələcək. Ətrafınızdakı insanlar sizin pozitiv enerjinizi hiss edəcək və sizinlə ünsiyyətdən zövq alacaqlar. Xüsusilə kollektiv işlərdə və komanda fəaliyyətində diqqət mərkəzinə çevrilə bilərsiniz. Səhər saatlarından etibarən daxilinizdə güclü fəaliyyət istəyi yaranacaq. Uzun müddətdir təxirə saldığınız işləri belə sürətlə həll etməyə başlayacaqsınız. Ən maraqlısı isə odur ki, bugün başqalarının çox vaxt sərf etdiyi tapşırıqları siz qısa müddətdə və yüksək keyfiyyətlə yerinə yetirə biləcəksiniz. Çünki beyniniz həm sürətli, həm də dəqiq işləyəcək. Əkizlər bürcü adətən sürətli düşüncə tərzi ilə seçilir, amma bugün bu xüsusiyyətiniz daha da güclənəcək. Çətin görünən məsələlərdə çıxış yolu tapmaq, məlumatları analiz etmək və düzgün qərar vermək sizin üçün daha asan olacaq. İnsanlar sizin bu bacarığınıza heyran qala bilərlər. Xüsusilə iş həyatında və peşəkar mühitdə fikirləriniz diqqət çəkəcək. Bugün detallara diqqətiniz də yüksək olacaq. Adətən sürətli işləyən insanlar bəzən xırda səhvlərə yol verirlər, amma siz bu dəfə həm sürətli, həm də dəqiq işləməyi bacaracaqsınız. Bu isə sizi digərlərindən fərqləndirəcək və ətrafınızdakı insanların hörmətini artıracaq.
İş və karyera baxımından gün olduqca perspektivlidir. Uğurlarınız diqqətdən kənarda qalmayacaq və xüsusilə nüfuzlu şəxslər sizin potensialınızı daha aydın görəcəklər. Rəhbərlik və ya karyeranız üçün önəmli olan insanlar sizin fəaliyyətinizi izləyə və sizə yeni imkanlar təklif edə bilərlər. Bəzi əkizlər üçün bugün yeni layihə və ya əlavə məsuliyyət gündəmə gələ bilər. İlk baxışdan bu sizi bir qədər yorucu düşündürə bilər, amma əslində bu sizin üçün yüksəliş imkanı olacaq. Ulduzlar göstərir ki, bugün atılan addımlar yaxın gələcəkdə peşəkar inkişafınıza ciddi təsir edə bilər. Yeni layihələrdə iştirak etmək və ya daha böyük işlərə cəlb olunmaq sizi həm motivasiya edəcək, həm də özünüzə inamınızı artıracaq. Əgər sizə yeni vəzifə və ya məsuliyyət təklif olunarsa, qorxmayın. Çünki hazırda özünüzü göstərmək və potensialınızı ortaya qoymaq üçün çox uyğun zamandır. Bugün həm də yaradıcı düşüncə baxımından uğurlu gündür. Adi işlərə fərqli yanaşmanız və qeyri-standart fikirləriniz sizə üstünlük qazandıra bilər. Ətrafınızdakı insanlar sizin ideyalarınızı maraqla dinləyəcəklər. Xüsusilə media, kommunikasiya, təhsil, satış və yaradıcı sahələrdə çalışan əkizlər üçün gün çox məhsuldar keçə bilər. Maliyyə baxımından da vəziyyət ümumilikdə müsbət görünür. Gələcək qazanc imkanları ilə bağlı maraqlı təkliflər yarana bilər. Bəzi əkizlər əlavə gəlir mənbəyi tapmaq və ya maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün yeni fikir əldə edə bilərlər. Amma yenə də tələskən qərarlar verməmək və hər detalı yoxlamaq vacibdir. Xərçəng bürcü. Bugün xərçəng bürcü altında doğulan insanlar üçün zəhmət, məsuliyyət və diqqət tələb edən, amma nəticə etibarilə məhsuldar ola biləcək bir gün vəd olunur. Ulduzlar göstərir ki, asan uğurlara güvənmək əvəzinə məqsədlərə çatmaq üçün daha çox səy göstərmək və ardıcıl çalışmaq lazım olacaq. Bu yanaşma isə sonda sizi daha sabit və dayanıqlı nəticələrə aparacaq. Günün əsas mövzularından biri başqalarına kömək etmək istəyi olacaq. Xərçəng bürcü təbiətcə qayğıkeş, həssas və yardımsevər olduğu üçün siz yalnız öz işlərinizlə kifayətlənməyəcək, ətrafınızdakı insanların problemlərinə də diqqət yetirəcəksiniz. Lakin bu, bəzən sizin şəxsi planlarınızın arxa plana keçməsinə səbəb ola bilər. Bugün yalnız problemləri həll etmək deyil, onların kökünü anlamaq da sizin üçün vacib olacaq. Siz səthi yanaşmaq əvəzinə məsələlərin əsl səbəblərini araşdırmağa çalışacaqsınız. Bu isə həm işdə, həm də şəxsi həyatda daha dərin və düzgün nəticələr əldə etməyinizə kömək edəcək. İş və gündəlik fəaliyyət sahəsində müəyyən çətinliklər olsa da ümidsizliyə qapılmaq lazım deyil. Çünki bugün siz addım-addım irəliləyərək nəticə əldə edə biləcəksiniz. Səbir və davamlılıq sizin ən böyük üstünlüyünüz olacaq. Xüsusilə yaradıcı düşüncə və ixtiraçılıq tələb edən işlərdə diqqətə layiq uğurlar mümkündür. Siz hadisələrə fərqli baxış bucağından yanaşaraq başqalarının görə bilmədiyi həll yollarını tapacaqsınız. Bu isə həm iş mühitində, həm də sosial çevrədə sizin dəyərinizi artıracaq. Ətrafınızdakı insanlar sizin ideyalarınızı maraqla qarşılayacaq və bəzi hallarda bu ideyalar hətta praktik həllərə çevrilə bilər. Bugün təklif etdiyiniz fikirlər uzun müddətli layihələrin əsasını qoya bilər. Xərçəng bürcü emosional baxımdan həssas olduğu üçün bugün ətrafdakı insanların reaksiyalarını daha dərindən hiss edə bilərsiniz. Buna görə də özünüzü qorumaq və enerjinizi düzgün idarə etmək vacibdir. Hər problemə emosional yanaşmaq əvəzinə bir qədər məsafədən baxmaq sizə daha çox rahatlıq verəcək. Şəxsi münasibətlərdə isə gün daha çox anlayış və qarşılıqlı dəstək üzərində qurulacaq. Yaxın insanlar sizin səylərinizi görəcək və sizə qarşı daha diqqətli davranacaqlar. Əgər münasibətlərdə kiçik gərginliklər varsa, bugün onları sakit şəkildə həll etmək mümkündür. Ailə və yaxın çevrə ilə bağlı məsələlər ön plana çıxa bilər. Sizdən məsləhət və ya dəstək istənilə bilər və bu da sizin məsuliyyət hissinizi bir qədər artıracaq. Maliyyə baxımından gün ehtiyatlı yanaşma tələb edir. Böyük risklərdən və impulsiv qərarlardan uzaq durmaq daha məqsədə uyğundur. Əvəzində planlı və düşünülmüş addımlar gələcək üçün daha yaxşı nəticələr verə bilər. Günün sonunda isə yorğunluq hiss etsəniz də görülən işlərin nəticəsi sizə daxili məmnunluq gətirəcək. Siz başa düşəcəksiniz ki, göstərdiyiniz səylər boşa getməyib. Bugünün əsas mesajı budur: səbirli olun, dərin düşünün və yalnız nəticəyə deyil, prosesə də diqqət yetirin. Çünki bugün uğur sizə zəhmət, məsuliyyət və yaradıcı yanaşmanın birləşməsi ilə gələcək. Şir bürcü.
Bugün Şir bürcü altında doğulan insanlar üçün uğurlu imkanlar, özünü göstərmək və diqqət mərkəzində olmaq baxımından olduqca əlverişli gündür. Ulduzlar sizə güclü enerji, yüksək motivasiya və daxili inam bəxş edir. Günün ilk saatlarından etibarən hiss edəcəksiniz ki, hadisələr sizin xeyrinizə inkişaf etməyə başlayır. Uzun müddətdir gözlədiyiniz bəzi məsələlər nəhayət yoluna düşə bilər və həyatınızda yeni, daha uğurlu mərhələnin başlanğıcı hiss olunacaq. Səhər saatlarından özünüzə olan inamınız daha da güclənəcək. Bu enerji həm davranışınızda, həm danışığınızda, həm də qərarlarınızda hiss olunacaq. İnsanlar sizin daxili gücünüzü və pozitiv auranızı dərhal sezəcəklər. Adətən diqqət çəkməyi bacaran şirlər bugün xüsusilə parlaq görünəcəklər. Hətta ən sadə söhbətlərdə belə ətrafınızdakı insanlara təsir etməyi bacaracaqsınız. Bugün ünsiyyət sizin ən böyük üstünlüklərinizdən biri olacaq. İnsanlarla dil tapmaq, onları inandırmaq və münasibət qurmaq sizə son dərəcə asan gələcək. Ən maraqlısı isə odur ki, yalnız yaxın çevrənizlə deyil, yeni tanış olduğunuz insanlarla da sürətlə yaxınlıq yarada biləcəksiniz. Hətta təsadüfi bir qarşılaşma belə gələcəkdə sizin üçün faydalı münasibətə çevrilə bilər. Ulduzlar göstərir ki, bugün həm köhnə tərəfdaşlarla münasibətləri möhkəmləndirmək, həm də yeni əlaqələr qurmaq üçün çox uyğun zamandır. İnsanlar sizin səmimiyyətinizi və açıq davranışınızı hiss etdikcə sizə daha çox güvənəcək və sizinlə əməkdaşlıq etmək istəyəcəklər. Xüsusilə iş və karyera sahəsində bu münasibətlər gələcəkdə sizə ciddi üstünlüklər qazandıra bilər. İş həyatında gün olduqca uğurlu və məhsuldar görünür. Uzun müddətdir planlaşdırdığınız işləri həyata keçirmək üçün münasib zamandır. Əgər yeni layihəyə başlamaq, mühüm qərar vermək və ya gələcək planlarla bağlı addım atmaq istəyirdinizsə, artıq bunun üçün doğru vaxt yetişib. Bugün sənədlərlə bağlı işlərdə də şans sizin tərəfinizdə olacaq. Müqavilə bağlamaq, rəsmi sənədlərə imza atmaq və hüquqi məsələləri həll etmək üçün əlverişli gündür. Adətən insanları tərəddüdə salan məsələlər belə sizə daha aydın görünəcək. Verdiyiniz qərarlar həm məntiqli, həm də gələcək üçün faydalı olacaq. Rəsmi məsələlərdə gözlənilməz problemlərin yaranma ehtimalı azdır. Əksinə, işlərin düşündüyünüzdən daha rahat həll olunduğunu görə bilərsiniz. Bu isə sizə əlavə rahatlıq və motivasiya verəcək. Bəzi şirlər üçün yeni iş təklifi, əlavə məsuliyyət və ya maraqlı əməkdaşlıq imkanları da gündəmə gələ bilər. Bugün liderlik qabiliyyətiniz xüsusilə diqqət çəkəcək. İnsanlar sizin qətiyyətinizə və inamınıza heyran qala bilərlər. Əgər komanda işi ilə məşğulsunuzsa, çox güman ki, əsas qərar verən şəxs siz olacaqsınız. Ən vacib məqam isə odur ki, siz yalnız özünüz üçün deyil, ətrafınızdakı insanlar üçün də motivasiya mənbəyinə çevriləcəksiniz. Qız bürcü. Bugün qız bürcü altında doğulan insanlar üçün dəyişkən enerjili, amma nəticə etibarilə uğurlu və məhsuldar günlərdən biri olacaq. Günün başlanğıcı sizi bir qədər gərgin və narahat edə bilər. Planlaşdırdığınız bəzi işlər gözlədiyiniz kimi getməyə bilər, gözlənilməz çətinliklər ortaya çıxa bilər və səhər saatlarında sanki hər şey biraz qarışıq görünə bilər. Amma ulduzlar göstərir ki, bu vəziyyət müvəqqətidir və ən vacib məsələ həmin an emosiyalarınızı idarə etməyi bacarmaqdır. Səhər saatlarında özünüzü həddindən artıq düşüncəli və həssas hiss edə bilərsiniz. Adətən hər şeyi əvvəlcədən planlaşdırmağa çalışan qızlar üçün gözlənilməz dəyişikliklər həmişə narahatlıq yaradır. Elə hiss edə bilərsiniz ki, nəzarətinizdən kənarda baş verən hadisələr gününüzü tamamilə poza bilər. Amma bugün ən vacib məqam panikaya düşməməkdir. Çünki ilk baxışdan böyük görünən problemlər düşündüyünüzdən daha tez həll olunacaq. Səhər yaranan çətinliklər daha çox texniki məsələlər, gecikmələr, anlaşılmazlıqlar və ya diqqətsizlikdən qaynaqlana bilər. Bəzi işlər planlaşdırıldığından daha çox vaxt tələb edə bilər. Ola bilər ki, vacib bir görüş təxirə salınsın və ya sizdən asılı olmayan səbəblər prosesləri yavaşlatsın. Bu isə sizi əsəbiləşdirə bilər, çünki siz adətən hər şeyin vaxtında və qaydasında olmasına böyük önəm verirsiniz. Amma ulduzlar sizə xəbərdarlıq edir, səhər saatlarında tələsik qərarlar vermək düzgün olmazdı. Həmin anda emosional reaksiyalar vermək və ya vəziyyəti zorla dəyişməyə çalışmaq sonradan peşmanlıq yarada bilər. Ən yaxşı seçim sakit qalmaq, hadisələri müşahidə etmək və hər şeyi addım-addım həll etmək olacaq. Unutmayın ki, bugün həyat sizə bir qədər səbir öyrətməyə çalışır.
Bəzən hadisələr istədiyimiz kimi getməyəndə ən düzgün qərarlar məhz sakit düşünəndə verilir. Siz də məhz bunu bacardığınız anda vəziyyətin dəyişməyə başladığını görəcəksiniz. Günün ortasına doğru enerjiniz tamamilə dəyişəcək. Səhər hiss etdiyiniz qarışıqlıq və gərginlik yavaş-yavaş aradan qalxacaq. Özünüzü daha rahat, daha güclü və daha motivasiyalı hiss etməyə başlayacaqsınız. Hətta səhər mümkünsüz görünən məsələlərin birdən-birə yoluna düşməsi sizi təəccübləndirə bilər. Müsbət təsirlərin gücü artdıqca iş qabiliyyətiniz də yüksələcək. Özünüzdə yenidən güc və inam hiss edəcəksiniz. Günün ikinci yarısında beyniniz daha aydın işləyəcək və çətin tapşırıqları belə rahatlıqla həll edə biləcəksiniz. Bu isə sizə həm daxili rahatlıq, həm də motivasiya verəcək. İş və karyera sahəsində günün ikinci hissəsi xüsusilə uğurlu görünür. Əgər səhər yarımçıq qalan və ya çətin görünən işlər olubsa, onları günün ikinci yarısında daha rahat şəkildə həll edə biləcəksiniz. Sizin diqqətiniz, analiz qabiliyyətiniz və detalları görmək bacarığınız bugün böyük üstünlüyə çevriləcək. Qız bürcü təbiətcə çalışqan və məsuliyyətli bürcdür. Bu xüsusiyyətiniz sayəsində siz başqalarının çətin hesab etdiyi işləri belə səbir və diqqətlə yoluna qoya biləcəksiniz. İnsanlar sizin peşəkarlığınızı və soyuqqanlı davranışınızı daha çox qiymətləndirəcəklər. Tərəzi bürcü. Bugün tərəzi bürcü altında doğulan insanlar üçün bir qədər qarışıq, düşüncəli və diqqət tələb edən günlərdən biri olacaq. Günün əvvəlində hadisələrin gedişini anlamaq və düzgün qərar vermək sizə asan gəlməyə bilər. Elə anlar olacaq ki, hər şey qarışıq görünəcək və hansı istiqamətdə hərəkət etməli olduğunuzu müəyyənləşdirmək çətin olacaq. Amma ulduzlar göstərir ki, bugün ən böyük səhv tələsmək və emosiyalarla qərar vermək ola bilər. Səhər saatlarında ətrafınızda baş verən hadisələr sizi bir qədər çaşdıra bilər. Gözlənilməz xəbərlər, plan dəyişiklikləri və ya anlaşılmaz situasiyalar yaranması mümkündür. İlk baxışdan hər şey sizə tam aydın görünə bilər, amma əslində bəzi vacib detalları gözdən qaçırmaq riski yüksəkdir. Buna görə də bugün ilk gördüyünüz mənzərə ilə kifayətlənmək düzgün olmazdı. Tərəzi bürcü təbiətcə balans və harmoniya axtaran bürcdür. Amma bugün daxildə qərarsızlıq və tərəddüd hissi bir qədər güclənə bilər. Bir tərəfdən intuisiya sizə müəyyən siqnallar verəcək, digər tərəfdən isə ətrafınızdakı insanların fikirləri sizi çaşdıra bilər. Ulduzlar sizə məsləhət görür ki, həm daxili hisslərinizə qulaq asın, həm də hadisələrə kənardan baxmağa çalışın. Bugün hər hansı ciddi qərarı dərhal vermək tövsiyə olunmur. Xüsusilə emosional anlarda verilən qərarlar sonradan peşmanlıq yarada bilər. Əgər qarşınızda vacib seçim varsa, özünüzə zaman verin. Hadisələr bir qədər sakitləşəndən sonra vəziyyətin əsl tərəflərini daha aydın görə biləcəksiniz. Səhər saatlarında diqqətinizi toplamaq da bir qədər çətin ola bilər. Adətən rahatlıqla həll etdiyiniz işlər belə sizdən daha çox enerji və səbir tələb edə bilər. İnsanlarla ünsiyyətdə də müəyyən anlaşılmazlıqlar yaşana bilər. Ola bilər ki, kimsə sizi düzgün başa düşməsin və ya siz başqalarının niyyətini yanlış analiz edəsiniz. Buna görə də hər sözü dərhal şəxsi qəbul etməmək vacibdir. İş və karyera sahəsində gün bir qədər ehtiyatlı davranmağı tələb edir. Bugün əsas məqsəd risk etmək deyil, mövcud vəziyyəti düzgün analiz etmək olmalıdır. Əgər vacib layihə və ya qərarla bağlı məsələ gündəmdədirsə, hər detalı diqqətlə yoxlamaq vacibdir. Çünki kiçik görünən bir səhv sonradan əlavə problem yarada bilər. Həmkarlarla münasibətlərdə də sakit və diplomatik davranmaq tövsiyə olunur. Kiminsə emosional davranışı və ya düşünülməmiş sözü sizi narahat edə bilər. Amma bugün mübahisəyə girmək və emosional reaksiya vermək vəziyyəti daha da gərginləşdirə bilər. Ən yaxşı seçim səbirli olmaq və hadisələrin sakitləşməsini gözləməkdir. Maddi məsələlərdə isə xüsusilə diqqətli olmaq lazımdır. Kiçik maliyyə itkiləri və uğursuz alış-veriş ehtimalı var ola bilər ki, sizə çox sərfəli görünən bir məhsul və ya təklif sonradan gözlədiyiniz nəticəni verməsin. Buna görə də bugün böyük alış-veriş və ya bahalı qərarlar üçün uyğun zaman hesab olunmur. Xüsusilə emosional alış-verişdən uzaq durmaq vacibdir. Əhvalınızı düzəltmək üçün pul xərcləmək sonradan peşmanlıq yarada bilər. Hər hansı texnika, geyim və ya maliyyə müqaviləsi ilə bağlı qərar verməzdən əvvəl bir neçə dəfə düşünmək faydalı olacaq. Əqrəb bürcü.
Bugün Əqrəb bürcü altında doğulan insanlar üçün emosional baxımdan dəyişkən və diqqət tələb edən günlərdən biri olacaq. Günün başlanğıcı bir qədər gərgin keçə bilər. Adətən yaxşı münasibətdə olduğunuz insanlarla belə anlaşmaq çətin görünəcək, xırda məsələlər gözlənilmədən böyüyə və adi söhbətlər mübahisəyə çevrilə bilər. Ulduzlar göstərir ki, bugün əsas sınaq məhz emosiyalarınızı idarə etmək olacaq. Səhər saatlarından etibarən daxilinizdə qəribə bir gərginlik hiss edə bilərsiniz. Elə bil hər şey sizi daha tez əsəbləşdirir və insanların davranışları əvvəlkindən daha çox diqqətinizi çəkir. Ən kiçik anlaşılmazlıq belə sizi emosional reaksiya verməyə məcbur edə bilər. Halbuki normal vaxtlarda siz bir çox şeyi sakit qarşılayırsınız. Bugün isə daxili həssaslıq daha güclü hiss olunacaq. Əqrəblər adətən hisslərini gizlətməyi bacarsalar da, bugün emosiyaları tam nəzarətdə saxlamaq çətin ola bilər. Xüsusilə sizə yaxın insanların davranışı və ya dediyi sözlər daha dərindən təsir edə bilər. Bəzən elə hiss edəcəksiniz ki, sizi başa düşmürlər və ya fikirlərinizə kifayət qədər dəyər vermirlər. Amma unutmayın ki, bugün emosiyalar hadisələri olduğundan daha ağır göstərir. Səhər saatlarında ünsiyyətdə diqqətli olmaq xüsusilə vacibdir. Hətta kiçik mövzularda belə fikir ayrılığı yarana bilər. İnsanlar sizin sözlərinizi yanlış anlaya, siz də onların davranışını olduğundan daha sərt qəbul edə bilərsiniz. Buna görə də ani reaksiyalar vermək və emosional danışmaq münasibətlərdə əlavə gərginlik yarada bilər. Əgər söhbətin getdikcə mübahisəyə çevrildiyini hiss etsəniz, ən doğru addım fasilə vermək olacaq. Bugün hər müzakirəni sonadək davam etdirmək və haqlı olduğunuzu sübut etməyə çalışmaq lazım deyil. Bəzən susmaq və vəziyyətin sakitləşməsini gözləmək daha ağıllı seçimdir. Çünki emosiyalar sakitləşəndən sonra həm siz, həm də qarşı tərəf hadisələrə daha fərqli baxa bilərsiniz. İş və karyera sahəsində də səhər saatlarında müəyyən gərginlik mümkündür. Həmkarlarla anlaşılmazlıq, fikir ayrılığı və ya planların pozulması sizi əsəbləşdirə bilər. Xüsusilə kimsə məsuliyyətsiz davranarsa və ya işə ciddi yanaşmazsa, bunu qəbul etmək sizə çətin gələcək. Amma bugün emosional reaksiya vermək əvəzinə vəziyyəti sakit şəkildə idarə etməyə çalışmaq vacibdir. Əqrəb bürcü təbiətcə güclü və iradəli bürcdür. Amma bugün gücünüzü sərt reaksiyada deyil, səbirli davranmaqda göstərməlisiniz. Çünki emosiyalarla deyilən sözlər sonradan münasibətlərdə uzun müddət hiss olunan iz buraxa bilər. Maliyyə məsələlərində isə günün ilk yarısında diqqətli olmaq tövsiyə olunur. Əsəbi və gərgin vəziyyətdə verilən qərarlar sonradan peşmanlıq yarada bilər. Xüsusilə impulsiv alış-veriş və emosional xərclərdən uzaq durmaq faydalı olacaq. Amma sevindirici hal odur ki, bu gərgin enerji uzun sürməyəcək. Günün ortasına doğru vəziyyət tədricən dəyişməyə başlayacaq. Daxili gərginlik azalacaq, emosional vəziyyətiniz sabitləşəcək və hadisələrə daha sakit yanaşa biləcəksiniz. Oxatan bürcü. Bugün oxatan bürcü altında doğulan insanlar üçün aktivlik, təşəbbüs və məhsuldarlıq ön planda olacaq. Ulduzlar sizə güclü enerji və hərəkət motivasiyası verir. Günün ilk saatlarından etibarən hiss edəcəksiniz ki, vaxtı düzgün idarə etsəniz, düşündüyünüzdən qat-qat çox iş görə bilərsiniz. Bugün uğurun əsas sirri vaxt itirməmək və qərarlı şəkildə hərəkət etməkdir. Səhər saatlarından etibarən daxilinizdə güclü fəaliyyət istəyi yaranacaq. Hiss edəcəksiniz ki, artıq gözləmək yox, hərəkət etmək vaxtıdır. Uzun müddətdir yarımçıq qalan işlər, təxirə saldığınız planlar və sizi sıxan məsələlər nəhayət həll olunmağa başlayacaq. Ən vacib məqam isə odur ki, bugün nə qədər sürətli və qətiyyətli davransanız, bir o qədər uğurlu nəticə əldə edəcəksiniz. Oxatan bürcü təbiətcə azad ruhlu və enerjili bürcdür. Amma bəzən çətin və darıxdırıcı görünən işləri sonraya saxlamağa meyilli olursunuz. Bugün isə ulduzlar sizə fərqli enerji verir. Adətən yorucu hesab etdiyiniz tapşırıqları belə tez və rahat şəkildə həll edə biləcəksiniz. Buna görə də xoşagəlməz görünən işləri təxirə salmaq əvəzinə səhərdən başlayaraq onların öhdəsindən gəlmək daha doğru olacaq. Ən maraqlısı isə odur ki, siz çətin hesab etdiyiniz işləri tamamladıqca daxilinizdə böyük rahatlıq və motivasiya hiss edəcəksiniz. Bu enerji gün ərzində sizi daha da məhsuldar edəcək. Hətta başqalarının uzun müddətdə həll etdiyi məsələləri siz daha qısa vaxtda və daha effektiv şəkildə yoluna qoya bilərsiniz. Bugün təşəbbüs göstərməkdən qorxmayın.
İdeyalarınızı gizlətmək və geri planda qalmaq sizə fayda verməyəcək. Əksinə, öz fikirlərinizi açıq şəkildə ifadə etmək, yeni təkliflər vermək və məsuliyyəti öz üzərinizə götürmək sizə üstünlük qazandıracaq. İnsanlar sizin enerjinizi və inamınızı hiss etdikcə sizə daha ciddi yanaşmağa başlayacaqlar. İş və karyera sahəsində gün xüsusilə uğurludur. Rəhbərlik və ya nüfuzlu şəxslər sizin fəallığınızı diqqətlə izləyə bilər. Bugün göstərdiyiniz təşəbbüs gələcəkdə sizin üçün yeni imkanların qapısını aça bilər. Xüsusilə özünü göstərmək istəyən oxatanlar üçün çox vacib gündür. Əgər uzun müddətdir yeni layihə, vəzifə və ya əməkdaşlıq barədə düşünürdünüzsə, artıq addım atmaq vaxtıdır. Ulduzlar göstərir ki, bugün irəli sürdüyünüz ideyalar dəstək qazana bilər. İnsanlar sizin düşüncə tərzinizi maraqla qarşılayacaq və sizi dinləməyə hazır olacaqlar. Gün işgüzar ünsiyyət baxımından da olduqca əlverişlidir. Xüsusilə günün ortası vacib danışıqlar, əməkdaşlıq təklifləri və yeni əlaqələr üçün uğurlu görünür. Əgər kimdənsə dəstək istəmək, ortaq layihə müzakirə etmək və ya mühüm söhbət aparmaq istəyirdinizsə, bunu məhz bu vaxt etmək daha yaxşı olacaq. Bugün ünsiyyət bacarığınız da güclü olacaq. İnsanlarla asanlıqla dil tapa biləcək, fikirlərinizi inandırıcı şəkildə təqdim etməyi bacaracaqsınız. Xüsusilə iş mühitində və kollektiv söhbətlərdə diqqət çəkmək ehtimalınız yüksəkdir. Maddi məsələlərdə də gün ümumilikdə uğurlu görünür. Yeni qazanc imkanları, əlavə gəlir və ya gələcəkdə fayda verəcək əməkdaşlıqlar gündəmə gələ bilər. Amma yenə də hər qərarı düşünərək vermək vacibdir. Bugün uğur sizə gəlir, amma onu qorumaq üçün ağıllı davranmaq da önəmlidir. Oğlaq bürcü. Bugün Oğlaq bürcü altında doğulan insanlar üçün emosional baxımdan bir qədər yorucu, amma daxili gücü ortaya çıxaran günlərdən biri olacaq. Adətən soyuqqanlı və nəzarətli davranan oğlaqlar belə bugün özlərini daha həssas hiss edə bilərlər. İnsanların davranışları, deyilən sözlər və hətta ən kiçik anlaşılmazlıqlar belə sizə əvvəlkindən daha güclü təsir edə bilər. Buna görə də günün əsas mövzusu emosional balansı qorumaq olacaq. Səhər saatlarından etibarən ətrafınızdakı insanlarla ünsiyyət bir qədər çətin görünə bilər. Normalda rahat anlaşdığınız və güvəndiyiniz şəxslərin davranışları belə sizi əsəbləşdirə bilər. Elə hiss edəcəksiniz ki, insanlar sizi tam başa düşmür və ya sizin qədər məsuliyyətli davranmırlar. Bu isə daxildə narazılıq yarada bilər. Amma ulduzlar sizə vacib bir şeyi xatırladır. İnsanların davranışını dərhal pis niyyət kimi qəbul etməyin. Bugün problem daha çox sizin həssaslığınızın artması ilə bağlı olacaq. Adətən fikir vermədiyiniz xırda məsələlər belə sizdə emosional reaksiya yarada bilər. Buna görə də ani qərarlar vermək və sərt danışmaq münasibətlərə mənfi təsir göstərə bilər. Oğlaq bürcü təbiətcə məsuliyyətli və ciddi bürcdür. Siz hər şeyi planlı və qaydalı görmək istəyirsiniz. Amma bugün ətrafınızdakı insanların həmin tempə uyğunlaşmaması sizi daha tez əsəbləşdirə bilər. Xüsusilə məsuliyyətsiz davranış, gecikmə və ya verilən sözün tutulmaması sizə ağır təsir edə bilər. Bu səbəbdən gün ərzində emosiyalarınızı nəzarətdə saxlamaq çox vacib olacaq. Əgər hansısa söhbətin sizi əsəbləşdirdiyini hiss etsəniz, dərhal reaksiya verməyə çalışmayın. Bəzən bir qədər susmaq və vəziyyətə kənardan baxmaq münasibətləri qorumaq üçün ən doğru seçim olur. Bugün xüsusilə tək başına işləmək sizin üçün daha rahat və məhsuldar olacaq. Əgər elə tapşırıqlar varsa ki, onları başqalarının köməyi olmadan yerinə yetirə bilərsiniz, diqqətinizi məhz onlara yönəldin. Çünki kollektiv işlərdə və ya çox insanla ünsiyyətdə lazımsız gərginlik yarana bilər. Ulduzlar göstərir ki, bugün öz gücünüzə və bacarıqlarınıza daha çox güvənməlisiniz. Başqalarının dəstəyini gözləmək sizi məyus edə bilər. Çünki insanlar sizin gözlədiyiniz qədər operativ və diqqətli davranmaya bilərlər. Amma sevindirici məqam odur ki, siz tək başına da bütün çətinliklərin öhdəsindən gəlmək gücünə sahib olacaqsınız. İş və karyera sahəsində gün müəyyən gərginliklə başlasa da, şəxsi məsuliyyətiniz sayəsində uğurlu nəticələr əldə edə bilərsiniz. Ən vacib məqam diqqətinizi yayındırmamaq və lazımsız mübahisələrdən uzaq durmaqdır. Bugün sakit və planlı şəkildə işləsəniz, başqalarının yarımçıq qoyduğu işləri belə uğurla tamamlaya bilərsiniz. Oğlaqlar adətən uzun müddətli nəticə düşünən bürcdür və bu xüsusiyyətiniz bugün sizə böyük üstünlük verəcək. Çünki ətrafdakılar emosional davranarkən siz nəticəyə fokuslanmağı bacaracaqsınız.
Məhz bu xüsusiyyətiniz sizi günün sonunda uğura aparacaq. Dolça bürcü. Bugün Dolça bürcü altında doğulan insanlar üçün düşünülmüş addımlar, yarımçıq işləri tamamlamaq və vəziyyəti nəzarətə almaq baxımından vacib günlərdən biri olacaq. Gün sizə göstərəcək ki, bəzən uğur yeni işə başlamaqda deyil, uzun müddətdir diqqətdən kənarda qalan məsələləri nəhayət yoluna qoymaqdadır. Buna görə də bugün tələskənlik və plansız risklər sizə fayda verməyəcək. Səhər saatlarından etibarən özünüzü kifayət qədər enerjili və diqqətli hiss edəcəksiniz. Beyniniz daha aydın işləyəcək və uzun müddətdir yarımçıq qalan işləri həll etmək üçün daxilinizdə güclü motivasiya yaranacaq. Son günlər təxirə saldığınız planlara yenidən qayıtmaq və onları tamamlamağa çalışmaq sizə həm rahatlıq, həm də daxili məmnunluq gətirəcək. Ulduzlar göstərir ki, bugün yeni layihələrə başlamaq üçün ideal vaxt deyil. Çünki hazırda enerjinizi çox istiqamətə bölmək sizi yorub diqqətinizi dağıda bilər. Əksinə, əvvəl başladığınız və müxtəlif səbəblərdən yarımçıq qalan işləri tamamlamaq sizə daha böyük uğur qazandıracaq. Bu yanaşma həm iş həyatında, həm də şəxsi məsələlərdə sizə üstünlük verəcək. Dolça bürcü təbiətcə yenilik sevən və daim fərqli ideyalar axtaran bürcdür. Amma bugün həyat sizdən bir qədər səbir və intizam tələb edir. Çünki uğur indi yeni istiqamət açmaqda deyil, mövcud vəziyyəti düzgün şəkildə tamamlamaqdadır. Əgər bunu bacarsanız, yaxın günlərdə özünüzü daha rahat və güvənli hiss edəcəksiniz. Səhər saatlarında əsas gücünüz diqqət və analitik düşüncə olacaq. Siz çətin görünən məsələlərdə belə düzgün həll yolu tapa biləcəksiniz. Uzun müddətdir sizi narahat edən və həllini tapa bilmədiyiniz mövzular birdən-birə daha aydın görünə bilər. Amma bugün ən vacib məqamlardan biri başqalarına həddindən artıq güvənməməkdir. Ulduzlar xəbərdarlıq edir ki, sizə kömək və dəstək vəd edən insanlar sözlərini tam yerinə yetirməyə bilərlər. Bu onların pis niyyətindən deyil, sadəcə öz problemləri və ya məsuliyyətsiz davranışları ilə bağlı ola bilər. Buna görə də ən vacib işlərdə ilk növbədə öz gücünüzə arxalanmaq daha doğru olacaq. Əgər hansısa işi tək başına həll etmək imkanınız varsa, bunu etməkdən çəkinməyin. Çünki bugün müstəqil davranmaq sizə daha çox uğur gətirəcək. Başqalarından asılılıq isə prosesləri ləngidə və əlavə stres yarada bilər. İş və karyera sahəsində günün ilk yarısı yarımçıq qalan məsələləri tamamlamaq üçün çox əlverişlidir. Sənədləri qaydaya salmaq, köhnə layihələri yekunlaşdırmaq və uzun müddətdir gözləyən tapşırıqları bitirmək sizə ciddi rahatlıq gətirəcək. Bugün hər tamamlanan iş sizi növbəti uğura bir addım daha yaxınlaşdıracaq. Günün ikinci yarısından etibarən isə vəziyyət daha da müsbət istiqamətdə dəyişməyə başlayacaq. Səhər sizi yorğun və sıxılmış hiss etdirən məsələlər artıq daha rahat görünəcək. Hiss edəcəksiniz ki, işlər tədricən yoluna düşür və hadisələr sizin xeyrinizə inkişaf etməyə başlayır. Balıq bürcü. Bugün balıq bürcü altında doğulan insanlar üçün güclü enerji, uğurlu qərarlar və yeni imkanlarla dolu məhsuldar günlərdən biri olacaq. Günün ilk saatlarından etibarən daxilinizdə qəribə bir qətiyyət və hərəkət etmək istəyi hiss edəcəksiniz. Adətən daha sakit və emosional davranan balıqlar belə bugün özlərini daha inamlı, daha cəsarətli və məqsədyönlü hiss edəcəklər. Ulduzlar göstərir ki, məhz bu aktiv və qətiyyətli yanaşma sizi uğura aparacaq. Səhər saatlarından vaxt itirmək istəməyəcəksiniz. Elə bil daxilinizdə artıq hərəkət etmək vaxtıdır, hissi güclənəcək. Bu enerji sizə həm fiziki, həm də emosional baxımdan böyük güc verəcək. Nə qədər aktiv və təşəbbüskar davransanız, gün ərzində bir o qədər çox nailiyyət əldə edə biləcəksiniz. Son vaxtlar sizə çətin və ya hətta mümkünsüz görünən bəzi işlər bugün gözlənilmədən asan həll oluna bilər. Uzun müddətdir sizi düşündürən məsələlərdə çıxış yolu tapmaq, yarımçıq qalan işləri tamamlamaq və mühüm qərarlar vermək üçün çox uyğun zamandır. Ən maraqlısı isə odur ki, nəticələr gözlədiyinizdən daha uğurlu ola bilər. Balıq bürcü adətən güclü intuisiya ilə seçilir və bugün həmin xüsusiyyətiniz sizə böyük üstünlük verəcək. Siz yalnız məntiqlə deyil, daxili hisslərinizlə də düzgün istiqaməti seçə biləcəksiniz. İnsanların davranışını daha yaxşı anlayacaq və hansı addımın sizə fayda gətirəcəyini daha aydın hiss edəcəksiniz. İş və karyera sahəsində gün xüsusilə uğurlu görünür. Yeni imkanlar, maraqlı təkliflər və gələcək inkişaf üçün vacib şanslar yarana bilər.
Əgər uzun müddətdir özünüzü göstərmək və daha ciddi nəticə əldə etmək istəyirdinizsə, artıq bunun üçün uyğun vaxt yetişib. Bu gün rəhbərlik və ya nüfuzlu şəxslər sizin fəaliyyətinizi diqqətlə izləyə bilərlər. Sizin məsuliyyətli və təşəbbüskar davranışınız ətrafdakılarda müsbət təəssürat yaradacaq. Bəzi balıqlar üçün vəzifə artımı, yeni layihə və ya daha böyük məsuliyyətlə bağlı təklif gündəmə gələ bilər. Ən vacib məqam isə özünüzə inanmaqdır. Çünki bugün uğurun əsas açarı daxili tərəddüdləri kənara qoymaq və öz potensialınızı göstərmək olacaq. Əgər geri çəkilməsəniz və cəsarətlə addım atsanız, əldə etdiyiniz nəticələr sizi belə təəccübləndirə bilər. İşgüzar danışıqlar və vacib görüşlər üçün də çox əlverişli gündür. Bugün fikirlərinizi düzgün ifadə etmək və insanları inandırmaq sizə son dərəcə asan gələcək. Adətən emosional və sakit görünən balıqlar bu dəfə öz fikirlərini daha inamla və aydın şəkildə təqdim edə biləcəklər. Əgər əməkdaşlıq, yeni layihə və ya dəstək almaq istəyirsinizsə, məhz bugün addım atmaq faydalı olacaq. İnsanlar sizin sözlərinizə inanacaq və sizi diqqətlə dinləyəcəklər. Xüsusilə gün ərzində aparılan söhbətlər gələcəkdə sizin üçün böyük imkanlara çevrilə bilər. Maliyyə baxımından da gün ümumilikdə uğurludur. Yeni qazanc imkanları, əlavə gəlir və ya maliyyə vəziyyətində müsbət dəyişiklik ehtimalı var. Əgər uzun müddətdir düşündüyünüz bir plan varsa, onun ilk addımlarını atmaq üçün münasib zamandır. Bugün maliyyə mövzularında ən böyük üstünlüyünüz düzgün analiz və intuisiya olacaq. Siz hansı qərarın daha faydalı olduğunu yaxşı hiss edə biləcəksiniz. Amma yenə də emosional qərarlardan uzaq durmaq və hər detalı nəzərə almaq vacibdir.